Salam əziz izləyicilərim, xoş gördük hər birinizi. Bu günləri mən çox ləzzətli, çox dadlı ərik şirəsi hazırlayacağım. Hazırlamağa keçmədən öncə kanalıma dəstək üçün abunə olub bəyənməyi unutmayın və videolarımı sonacan izləyin. İndi isə keçək hazırlanmasına. Hazırlamaq üçün öncədən yuyub suyunu süzdüyüm əriklərin içinin tumunu çıxarmaya başlayıram. Mən əriklərin tumunu çıxarıb bitirdim. İndi isə tumunu çıxardığım əriklərin hamısını bir dərin qabın içərisinə əlavə edib üzərinə çəkisi qədəri ilə də su əlavə edəcəm. Mənim tumunu çıxardığım əriklərin çəkisi 3 kiloqramdır və 3 litr də su əlavə edib ocağın üstündə bişirəcəm. 3 litr suyu əlavə etdikdən sonra qapağını bağlayıb ocağın üstündə əriklər əzilincəyədək bişirəcəm. Əriklər yaxşı bişdi. İndi isə blenderə pürə halına gətirirəm. Əriklər pürə halına gəldikdən sonra süzgəclə başlayıram süzməyə. Mən meyvə suyunun hamısını süzgəcdən keçirdim. 6 litr meyvə suyunun içərisinə 500 qram şəkər tozu əlavə edirəm. Şəkər tozu zövqə görədir. Kim istəsə az, kim istəsə çox əlavə edə bilər. Şəkər tozunu əlavə etdikdən sonra suda həll edib ocağın üstündə qaynadıram təkrar. Meyvə suyu qaynayıncayadək bançalarımı qaynar suyun içərisində yuyuram. Mütləq şəkildə bançalar qaynar suyun içərisində yumaq lazımdır. Həmçinin bançanın qapaqlarını da. Bançanın qapaqları da təzə olmalıdır mütləq şəkildə. Bu arada meyvə şirəsini arada bir qarışdırmaq, üzərinə yığılan köpüyü də mütləq şəkildə götürmək lazımdır. Meyvə şirəsi qaynadı. İndi isə qaynar bançalara əlavə edirəm. Meyvə şirəsinin hamısını bançalara əlavə etdim. 6 bança, aroma bançasından bir meyvə şirəsi alındı və bançaların üzərindəki köpükləri də mütləq götürmək lazımdır ki, bançanın içərisində qalıb qıcqırma əmələ gəlməsin deyə. Bançanın üzərində olan köpükləri yığdıqdan sonra qaynar suyun içərisində olan bança qapaqları ilə bançaların ağzını bağlamağa başlayıram. Bançalar qaynar ağzını bağladıqdan sonra 3 gün qalın adyalın içərisində bükülü vəziyyətdə saxlamaq lazımdır qaranlıqda.
Və budur. Mənim təbii ərik şirəm hazırdır. Gördüyünüz kimi çox gözəl, çox möhtəşəm alındı. Hər kəs hazırlasın. Allah hər kəsin bağladığını ağız içinə yeməyi nəsib etsin inşallah. Hazırlayacaq olanlara öncədən nuş olsun deyirəm və kanalıma hələ də abunə deyilsinizsə, abunə olub və zil səsini aktiv edin ki, paylaşdığım videolarda anında xəbərdar olun və videolarımı bəyənibsinizsə, bəyənmə işarəsinə toxunub like edin və videolarımı yaxınlarınızda paylaşın. İzlədiyiniz üçün təşəkkür edirəm. Gələn videolarda görüşmək ümidi ilə. Hələlik, sağ olun.